Hamilərimin ən çox verdiyi suala aydınlıq gətirmək istəyirəm. Uşağın cinsiyyətinin erkən təyini 11 həftəsinə qədər mümkündürmü? Bunu bəzən sağ-sol yumurtalığın mayalanmasından, bəzən ilkin yaranan ürək döyüntülərinin sayından, bəzən amniotik mayenin miqdarından, bəzən kisənin quruluşundan, yəni bunların hamısı xurafat inanclardır. Bunun heç bir uşaq cinsiyyətinə aidiyyəti yoxdur. Uşağın cinsiyyətini formalaşdıran və yaradan atanın Y xromosomlarına bağlıdır. Və ilkin həftələrdə uşağın döyüntüsünün çox olmağı qız deyirdilər, az olmağın oğlanmı, beləmi? Ancaq o analara belə bir sual, siz özcəyə girərkən özünüzü maksimum həyəcanlandırın, inanın ki, fetusun ürək döyüntüsü də artacaq. Asılı deyil. Sağmı, solmu yumurtalıqdan partlayan follikul mayalanıb, buna görə cinsiyyət, bu da heç bir məna kəsb etmir. Çünki hər ikisində qadında X xromosomlardır. Onları mayalayan Y xromosomları buna cavab verir. Və bunun kimi digər bütün nüanslar. Uşağın cinsiyyəti 12-13 həftəsində təxmin edilə bilər. 16 həftəsində isə cinsiyyət orqanlarının tam formalaşmasından sonra dəqiq %100 deyilir.